Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün dəyişən elektrik cərəyanı başlığından dəyişən cərəyan dövrəsində aktiv müqavimət, dəyişən cərəyanın işi və gücü başlığındakı testlərin izahına baxacağıq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. 1 nömrəli sual. Dəyişən cərəyan dövrəsində gərginliyin təsir edici qiyməti hansı ifadə ilə təyin olunur? O təsir edici bərabərdir. UM bölünsün kök 2 düsturundan tapılır. Yəni 1-də cavab olur B variantı. 2 nömrəli sual. Hansı cihazın iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır? Uşaqlar, dəyişən cərəyan generatorunun elektrik dövrələrindəki cərəyan şiddətinin rəqslərini müşahidə etmək üçün istifadə olunan cihaz osiloqrafdır. Cavab olur A variantı. 4. Dəyişən cərəyanı düzləndirmək üçün hansı cihazdan istifadə olunar? Deməli, dəyişən cərəyanı düzləndirmək üçün əlbəttə ki, yarımkeçirici dioddan. Sonra 5. Vakuum diodundan nə üçün istifadə olunur? Dəyişən cərəyanı düzləndirmək üçün. Vakuum diodu da, yarımkeçirici diod da dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur. Sonra 6. Deyir ki, çərçivə bir cins maqnit sahəsində fırlanarkən yaranan induksiya elektrik hərəkət qüvvəsi epsilon bərabərdir 4 sinus 50 t qanunu ilə dəyişir. EHQ-nın amplitud qiymətini müəyyən edin. Uşaqlar, burada epsilonun dəyişmə qanunu nədir? Epsilon bərabərdir YM vurulsun sinus omega t-dir da. Burada epsilon amplitud qiyməti, yəni epsilon M istəyir. O da neçədir? 4. Deməli, cavab olur 4 volt. A variantı. 7. Bir cins maqnit sahəsində fırlanan çərçivədən keçən maqnit seli fi bərabərdir 0,3 sinus 50 pt qanunu ilə dəyişir. Çərçivənin fırlanma periodunu hesablayın. Deməli, çərçivənin fırlanma periodunu necə tapacağım? Fi-nin qanunu belədir da, fi bərabərdir Fm sinus omega t qanunu ilə dəyişir. Buradan elə baxan kimi omeganı görürəm ki, 50 pi verib. Onda elə omeganın düsturundan istifadə edəcəm. Omega bərabərdir 2 pi bölünsün t. Omeganın da qiymətini 50 pi yazsam, pi'lər ixtisar gedər. T'ni də tapanda 2-ni 50-yə bölsəm 0,4 alaram. Yəni cavab olur 0,4 saniyə. 7-də A variantı. 8. Dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimətdə cərəyanın orta gücü. Normalda güc necə tapılır? Məsələn, IM kvadratı R və yaxud da UM kvadratı bölünsün R və yaxud da IM UM ilə tapılır. Amma orta güc deyəndə artıq yarısını götürürük. Yəni cavab olur C variantı. 9. Bizə deyir ki, dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimət tez zaman ərzində ayrılan istilik miqdarı. Baxın, istilik miqdarı nə idi? İndi I ilə olan yazıram. IUT idi da. IM UM vurulsun T. Lakin burada aktiv müqavimətdə ayrılan istilik miqdarının yarısı götürülür. Yəni cavab olur B variantı. Sonra 10. Dəyişən cərəyan generatorunda cərəyanın yaranması hansı hadisəyə əsaslanır? Elektromaqnit induksiya hadisəsinə. B variantı. 11. Bu və ya digər növ enerjini elektrik enerjisinə çevirən qurğu dəyişən cərəyan generatoru adlanır. Uşaqlar, bunlar nəzəri suallardır. 12. Şərti işarəsi təsvir edilmiş hansı qurğu dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur? Dəyişən cərəyanı düzləndirmək üçün vakuum diodundan və yaxud da yarımkeçirici dioddan istifadə edirik. Yarımkeçirici diodun da şərti işarəsi ad. Sonra 13. Dəyişən cərəyanın amplitud qiyməti onun təsir edici qiymətindən neçə dəfə fərqlənir? Bu belədir ki, I təsir edici bərabərdir IM bölünsün kök 2-dir. Yəni belə çıxır ki, amplitud qiymət təsir edicidən kök 2 dəfə çoxdur da. Çünki məsələn amplitud tapanda nə olur? Kökdə 2 vurulsun I təsir edici. Yəni təsir edicidən kökdə 2 dəfə çoxdur. 13-də cavab olur A variantı. 14. Dəyişən gərginliyin amplitud qiyməti onun təsir edici qiymətindən necə fərqlənir? Deməli, U təsir edici bərabərdir. UM bölünsün kök 2-dir. Amplitud qiyməti soruşur. UM bərabərdir. Kök 2 vurulsun U təsir edici. Buradan da baxıram ki, təsir edici qiymətdən kökdə 2 dəfə çoxdur. Yəni 14-də cavab Y variantı. 15 nömrəli sual. Dəyişən cərəyan dövrəsinə qoşulmuş voltmetrin göstərişi 20 voltdur. Gərginliyin təsir edici qiyməti nəyə bərabərdir? Uşaqlar, dövrədə voltmetrin, ampermetrin göstərişi elə həmin kəmiyyətlərin təsir edici qiymətini göstərir. Yəni sizə deyəndə ki, voltmetrin göstərişi bu qədərdir, o elə təsir edici qiymətdir. Və yaxud desək ki, ampermetrin göstərişi 5 amperdir. Elə 5 amperin özü təsir edici qiymətdir. İndi burada da mənə voltmetrin göstərişini 20 volt verməyib. Elə 20 volt nədir? Təsir edici gərginliyin qiymətidir. Yəni cavab elə C variantıdır.
Gəlirəm 16-ya. Dəyişən cərəyan dövrəsindəki ampermetrin göstərişi 5 amperdir. Bu dövrədə cərəyan şiddətinin amplitud qiyməti. Baxın, ampermetrin göstərişini verib, bu mənim I təsir edicimin qiymətidir, 5 amper. İyemi də istəyəndə İyem bərabər olur, kökdə 2 vurulsun 5-ə. Yəni 5 kök 2. Yəni cavab olur A variantı. 17. Dəyişən cərəyanın tezliyini 10 Hz-dən 20 Hz-ə qədər artırdıqda aktiv müqavimət. Aktiv müqavimət, period, tezlik, omega bunların heç birindən asılı deyil. Ona görə dəyişməz. Cavab olur B variantı. Gəlirəm 18 nömrəli suala. Dəyişən cərəyanın tezliyini 30 Hz-dən 10 Hz-ə qədər azaltdıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimət dəyişmir. Çünki dedik tezlik period omegadan asılı deyil. 19. Dəyişən cərəyan generatorunda elektrik hərəkət qüvvəsinin amplitudunu necə azaltmaq olar? Yəni məndən epsilon m-i deyir, necə azalda bilərik? Mən düsturunu yazaram. Epsilon m bərabərdir, phi m vurulsun omega. Buradan da baxıram ki, sarğıların sayından və sair söhbət gedir. Onda belə edərəm. Phi m-i açaram BSN-dən. Omeganı da məsələn 2 pi-in nü ilə açaram. Və yaxud t ilə də aça bilərik. T ilə də açaq. Bunu da yazaq. Epsilon m bərabərdir. BSM vurulsun 2 pi bölünsün t. İndi mənə deyir ki, EHQ-nu necə azalda bilərəm? Epsilonu azaltmaq üçün, bax bu kəmiyyətlərin hamısından düz asılıdır. Və buradakıların hamısını azaltmalıyım. Bir dənə periodu artırmalıyım. İndi baxıram. Periodu azaltsam tərs asılıdır. Bu onda artar. Mənə azalt deyir. Baxıram, sarğıların sayını artırsam, EHQ artar, düz asılıdır. Sahəsini artırsam, yenə düz asılıdır. Tezliyini artırsam, düz asılıdır, EHQ yenə artacaq. Amma sarğıların sayı azaltsam, onda EHQ da azalır. 19-da cavab olur Y variantı. 20. Dəyişən cərəyan generatorunda EHQ-nın amplitudunu necə azaltmaq olar? Deməli, azaltmaq üçün nə etməliyəm? Sarğıların sayını azaltmalıyam. Yanlışdır bu. Sahəni azaltmalıyam, elə cavab B-dir. 21. Aktiv müqavimət 4 ohm olan rezistorun uclarındakı gərginlik qanunu ilə dəyişir. Aktiv müqavimətdəki cərəyan şiddətinin zamandan asılılıq tənliyi hansıdır? Deməli, bizə nələr verilibdir? R verib, baxın, 4 ohm. Bir də UM-i veribdir, 2. Onda mən buradan IM-i tapa bilərəm da. IM bərabərdir, UM bölünsün R-ə görə. UM 2-dir, R də 4-dür. Bu edirmi? 0.5. İnin də tənliyi belədir ki, IM kosinus omega T'dir. Baxıram, burada IM-in yerində neçə durmalıdır? 0.5. 0.5 olan variantı götürürəm. 21-də cavab B variantı. 22. Dəyişən cərəyan generatorunda maqnit selinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı nöqtələrə uyğun anda generatorun çərçivəsində induksiya EHQ 0 olar? Uşaqlar, phi ilə EHQ əks fazalarda rəqs edirlər. Yəni, phi sinus qanunu ilə dəyişəndə EHQ kosinus qanunu ilə dəyişir. Bu da səbəb odur ki, phi-dən törəmanda EHQ-nı verir. Zamana görə törəm alanda. Səbəb budur. Yəni, bunlar əks fazada rəqs edirsə, phi-nin maksimum olduğu nöqtələrdə EHQ 0 olacaq. Və yaxud da phi-nin 0 olduğu nöqtələrdə EHQ maksimum olacaq. İndi mənə də deyir ki, EHQ 0 olsun, onda phi-nin maksimum olduğu nöqtələri axtarmalıyam. O da 2 ilə 5-dir. Yəni, cavab olur Y variantı. 23 nömrəli sual. Dəyişən cərəyan generatorunda maqnit selinin zamandan asılılıq qrafiki vermişdir. Hansı nöqtələrə uyğun anda generatorun çərçivəsindəki induksiya EHQ-nın modulu maksimum olar? Dedik ki, epsilondan phi əks fazalarda rəqs edirlər. Yəni, biri maksimum olanda digəri minimum olmalıdır. İndi EHQ-nın maksimumunu istəyirsə, phi-nin minimum, yəni 0-da olduğu nöqtələri götürməliyəm. O da 2 ilə 4-dür. Yəni, cavab olur C variantı. 24. Dəyişən cərəyan şiddətinin zamandan asılılığı düsturu ilə verilir. Rəqslərin tezliyini hesablayın. Deməli, baxıram ki, omegasını verib, phi-m kosinus omega t-dir da. Omegasını 400 pi verib. Onu da yazaram, omega bərabərdir 2 pi-nü. Bunu da bərabər edərəm 400 pi-yə. Pi-lər gedər, nünü də tapanda 402-yə bölərəm. Bu da edər 200 Hz. Yəni, 24-də cavab A variantı. 25. Aktiv müqaviməti 60 olan dövrədə gərginlik qanunu ilə dəyişir, cərəyan şiddəti hansı qanunla dəyişir? Baxın, UM var, R var, onda IM-i taparam. IM bərabərdir, UM bölünsün R-ə. Və UM 300-dür, R-də 60-dır. Bunu buradan 5 tapdım mı? Deməli, IM 5 ilə dəyişməlidir, cavab C variantı olur. Gəlirəm 26. Cərəyan şiddəti qanunu ilə dəyişərsə 10 millisaniyə anında cərəyan şiddətin ani qiymətini hesablayın. Deməli,
Bu sualda birinci növbədə zamanı çevirək. 10 millisaniyə 10 vurusun 10 üstü mənfi 3'dür. Vuranda da mən bunu yaza bilərəm 0,1 saniyə. Bunu gətirib cərəyan şiddətinin düsturunda qoyacağım. Yazacağım i bərabərdir 8 sinus 50 pi vurulsun 0,1. Belə yazaq. 0,1 saniyə. Deməli, bu ifadəni sadələşdirəndə mən belə bir ifadə alaram ki, deməli, 50 pi vurulsun 0,1 nə qədər edər? Bunu ayrılıqda hesablasam, mənə verir 0,5 pi. Bunu tapdım. 0,5 pini tapandan sonra gəlirəm indi düstura. Yazıram i bərabərdir 8 sinus 0,5 piyə. Bunu da yazdım mı bu şəkildə? Ondan sonra baxıram ki, sinus 0,5 pi nə deməkdir? Yəni sinus pi bölünsün 2 deməkdir da. 0,5 pi. Sinus pi bölü 2-dən neçə alır? Yəni 90 dərəcədir. 90 dərəcədə 1 alır. Onu gətirib sinus 0,5 pinin yerinə 1 qoysam, i bərabər olur 8 vur 1. Bu da edir 8 amper. Onda cərəyan şiddətinin ani qiyməti edir 8 amper. 27. Gərginlik bu qanunla dəyişərsə, 25 millisaniyə anında gərginliyi hesablayın. Deməli yazaram u bərabərdir 60 sinus 20 pi t. Buradan birinci zamanı çevirərəm. 25 millisaniyə 25 vurulsun 10 üstü mənfi 3'dür. Çevirəndə də 0,25 edir. Aha, bunu gətirib qoyaram. U bərabərdir 60 sinus 20 pi vurulsun zamanı da yerinə 0,25 qoyaram. Deməli, buradan onda bu ifadəni vuranda nə qədər edər? Deməli, 20'ni 0,25'e vursam, bu mənə 0,5 pi verir. Aha, onda u bərabər olar 60 sinus 0,5 piyə. Düzdürmü? Yaxşı, 0,5 pi nə deməkdir? Sinus pi bölünsün 2 deməkdir. Sinus pi bölü 2 90 dərəcədir. Sinus da 90'dan neçə alır? 1. Gətirib yerinə qoyanda u bərabər olur 60 vur 1'ə. Onda buradan da gərginliyi tapıram 60 volt. Yəni 27'də cavab olur D variantı. 28. Aktiv müqavimətli naqilin uclarındakı gərginliyin zamandan asılılıq qrafiki verilmişdir. Naqildəki cərəyan şiddətinin zamandan asılılıq qrafiki hansıdır? Deməli, burada baxıram ki, aktiv müqavimət deyirsə, aktiv müqavimətdə nəzəriyə görə bilirik ki, i ilə o eyni qanunla dəyişir, eyni fazada rəqs edirlər. Yəni o gərginlik hansı qanunla dəyişirsə, cərəyan şiddət də həmin qanunla dəyişir. Burada gərginlik sinus qanunu ilə dəyişir. Onda deməli cərəyan şiddət də sinusla dəyişməlidir. Cavab olur B. 29. Aktiv müqavimətdəki cərəyan şiddətin zamandan asılılıq qrafiki verilmişdir. Onun uclarındakı gərginliyin zamandan asılılıq qrafiki. Dediyi aktiv müqavimət isə eyni fazada rəqs edirlər. İndi cərəyan şiddəti kosinusla dəyişirsə, deməli gərginlik də kosinusla dəyişməlidir. 29'da cavab olur D variantı. 30 nömrəli sual. Dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimətdən keçən cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Bu naqildəki ani gücün zamandan asılılığı. Uşaqlar, düstur P bərabərdir i kvadratı R yazsam. Yenə cərəyan şiddətindən düz asıdır. Sinus qanunu ilə dəyişəcək cərəyan şiddəti kimi. Sadəcə olaraq kvadrat var. Mənfiyə keçməyəcək. Müsbətdə. Yəni cavab olacaq B variantı. 31. Rezistordan axan cərəyan şiddətinin amplitud qiymətinin dövrü tezlikdən asılılığı. Burada baxıram, bu hansı müqavimət? Aktiv müqavimət. Aktiv müqavimətdə cərəyan şiddəti, gərginlik ilə müqavimətin özü də tezlik, period, omeqadan asılı deyil. Cavab olur D variantı. 32 nömrəli sual. 40 kökdə 2 ohm aktiv müqavimətli naqildən keçən cərəyan şiddətinin zamandan asılılıq qrafikinə görə gərginliyin təsir edici qiymətini tapın. Deməli, gərginliyin təsir edici qiyməti üçün cərəyan şiddətinin təsir edici qiyməti lazımdır. Deməli, mən necə tapacağım? Baxın, i-nin maksimal qiymətini verib, i-mi 0,4. Onda i təsir edicini taparam. I təsir edici bərabərdir i-m bölünsün kökdə 2. Bu mənə verər 0,4 bölünsün kök 2. Sonra da u təsir edicini tapanda u təsir edici bərabərdir i təsir edici vurulsun r. Buradan 0,4 bölünsün kökdə 2 vurulsun müqavimət 40 kök 2. Buradan da kökdə 2'lər gedir. 0,4'ü də 40'a vuranda 16 volt edir. Yəni 32'də cavab olur B variantı. 33. Dəyişən cərəyan dövrəsində sabit müqavimətli naqilin uzarındakı gərginliyin zamandan asılılıq qrafiki verilmişdir. Grafikin hansı nöqtələrinə uyğun anda naqildəki cərəyan şiddətinin modulu maksimum olar. Deməli,
Bilirik ki, gərginliklə cərəyan şiddəti aktiv müqavimətdə eyni fazada rəqs edirlər. Bu nə deməkdir? Yəni, gərginlik harda maksimum olursa, cərəyan şiddəti də orada maksimum olur. Buradan da görürəm ki, 2 ilə 4-də gərginlik maksimumda, onda cərəyan şiddəti həmin nöqtələrdə maksimum olar. 33-də cavab olur C variantı. Sonra 34 nömrəli sual. Sxemdə təsvir olunan vakuum diodu dövrəsinə U1 bərabərdir. UM sinus omega t qanunu ilə dəyişən gərginlik verilir. R müqavimətindəki U2 gərginlik düşküsünün zamandan asılılıq qrafiki hansıdır? Uşaqlar, dövrəyə fikir versək görərik ki, dövrəyə bir dənə vakuum diodu birləşdirilib. Vakuum diodu nə üçün istifadə olunur? Dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur. İndi mən U2 gərginliyimə baxsam, görürəm ki, bir hansı qanunla dəyişir? Dövrədə gərginlik sinus qanunu ilə dəyişir. Onda deməli, U2-dəki gərginlik də sinusla dəyişməlidir. Sinusla dəyişməlidir və dedik, vakuum diodu nə üçün istifadə olunurdu? Dəyişən cərəyanı düzləndirmək üçün. Onda belə çıxır ki, qrafikimdə mənfi hissəyə keçid olmayacaq. Gərginlik sinusla dəyişəcək, amma vakuum diodu düzləndirdiyi üçün, birinci B-yə çəkirəm, vakuum diodu düzləndirir və artıq mənfi hissələr olmur. Baxın bu şəkildə. Yəni, cavab olur D variantı. 35 nömrəli sual. Cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Bu qrafikə uyğun cərəyan şiddətinin zamandan asılılıq ifadəsi hansıdır? Baxıram, cərəyan şiddəti müəyyən bir qiymətdən başlayıb. Deməli, bu kosinus qanunu ilə dəyişir. Sinuslar getdi. İnindəki qiyməti IM 0,1-dirsə, müsbət 0,1. Cavab olur A variantı. Gəlirəm növbəti suala. 36. Naqilin ən kəsiyindən keçən elektrik üçün qiyməti qanunu ilə dəyişirsə, naqildən axan cərəyan şiddətinin təsir edici qiyməti nə qədər olar? Deməli, QM-i verib, yazıram. QM bərabərdir 2/2. Omeganı da verib 3. Onda birinci IM-i taparam. IM bərabərdir QM omegaya görə. Bu edər 6/2. Sonra da təsir edici bərabərdir. IM bölünsün kök 2-yə. Yəni 6/2-ni də kök 2-yə böləndə cavab düşür 6 amper. Yəni D variantı. 37 nömrəli sual. Aktiv müqaviməti 40 ohm olan konturda elektrik yükü qanunu ilə dəyişir. Konturda 2 saniyə müddətində ayrılan istilik miqdarı. Bunu tapmaq üçün cərəyan şiddətini tapmalıyam. Onu da tapacağım. IM bərabərdir QM omegadan. QM 10 üstü mənfi 4'dür. Vuraram. Omegada 40 pidir. Bu şəkildə aldım mı? Daha sonra da bizdən istəyir ki, ayrılan istilik miqdarını. Onda Q bərabərdir IM kvadratı RT bölünsün 2. O da bərabərdir. Deməli, IM kvadratımı kvadrata yüksəldəndə 10 üstü mənfi 8 vurulsun 1600. Vurulsun pi kvadratımı 10 verib. Bölürəm. Daha doğrusu belə yazırıq. R'imiz 40 ohm. Zaman 2 saniyə. Bölərəm 2'yə. Bunlar getsə, deməli, burada alaram 6400. Vurulsun 10 üstü mənfi 7. Bunu da çevirəndə, daha doğrusu 64000. 3 dənə 0 getsə 64 vur 10 üstü mənfi 4 alınar. Millijola da çevirmək üçün yazaram 6/4 millijol. 38 nömrəli sual. Bir cism maqnit sahəsində fırlanan çərçivəni kəsib keçən maqnit seli qanunu ilə dəyişir. Çərçivənin fırlanma tezliyini hesablayın. Omegası var 20 pidir. Onda buradan tapa bilərəm. Omega bərabərdir 2 pi-nü. Buradan da nü bərabərdir omega bölünsün 2 pi. Omega 20 pidir. Bölürəm 2 pi-yə. Pilər də gedir 10. Cavab olur 10 saniyə üstü mənfi 1. Yəni C variantı. Gəlirəm növbəti suala. 39. Naqildən keçən yük zamandan asılı olaraq qanunu ilə dəyişirsə, cərəyan şiddətin təsir edici qiyməti. Birinci IM-i taparam. QM omega ilə. QM kök 2'dir. Omega da 2'dir. Sonra təsir edici qiyməti istəyəndə IM bölünsün kök 2 yazmalıyam. 2 kök 2'ni kökdə 2'yə böləndə bunlar ixtisar gedər, cavab düşər 2 amper. Yəni D variantı. 40 nömrəli sual. Naqildən keçən yük zamandan asılı olaraq bu qanunla dəyişir. Naqildən keçən cərəyan şiddətinin təsir edici qiyməti. Deməli, yazıram IM bərabərdir QM omega. Buradan 4'ü 2'yə vuraram, edər 8. Çünki Q 4'dür, omega da 2'dir. Buradan da I təsir edici bərabərdir. IM bölünsün kökdə 2'yə. 8 bölünsün kök 2 alaram. İndi bu yoxdur, rasionallıqdan azad edərəm. Hər tərəf kök 2'yə vurub bölsəm 8 kök 2 bölünsün kök 2'nin kök 2'yə vuranda 2. Bu da edir 4 kökdə 2. Yəni cavab olur Y variantı.
Gəlirəm 41 nömrəli suala. Aktiv müqaməti 20 ohm olan naqildə gərginlik qanunla dəyişir. Rəqsin perioduna bərabər olan müddətdə naqildə ayrılan istilik miqdarını hesablayın. Deməli, bizə nə verilib? UM verilib 50, R verilib 20 və rəqsin perioduna bərabər müddət deyir. Mən birinci rəqsin periodunu taparam. Omega bərabərdir 2pi bölünsün t-dən. Bu ifadəni bərabər edərəm omeganın qiyməti 5pi-yə. Pilər ixtisar gedər, periodu buradan 0.4 taparam. Bu həm də bizim t zamanındır. Ondan sonra Q-nü yazaram. Q bərabərdir UM kvadratı t bölünsün 2R. Buradan da yerinə qoyaram. UM kvadratı 2500 vurulsun t 0.4. 2R'im də 40. Bunu 0 ilə bu getsə, deməli buradan da 4'lərdə ixtisar aparsam cavab düşər 25 joule. Yəni Y variantı. 42. Dəyişən cərəyan dövrəsinə qoşulmuş müqaməti 50 ohm olan naqildə ayrılan istilik miqdarının zamanda asıllıq qrafiki verilmişdir. Cərəyan şiddətinin amplitudu. Deməli, burada yazaram Q bərabərdir IM kvadratı R T bölünsün 2. Buradan da IM'i tapanda kökün altında 2Q bölünsün RT alaram. Buradan da yerinə qoysaq 2 vurulsun Q istilik miqdarını məsələn götürərəm 20. Bölərəm. R-i, daha doğrusu zamanına uyğun 20, müqamətdə 50 verib. Buradan da ixtisarlarımı aparsam 25'də 1 düşər, o da 5'də 1 çıxar. Yəni 5'də 1 də 0.2 amper deməkdir. 42'də cavab olur D variantı. 43. Dəyişən cərəyan dövrəsinə qoşulmuş müqaməti 25 ohm olan naqildə ayrılan istilik miqdarının zamanda asıllıq qrafiki verilmişdir. Cərəyan şiddətinin amplitud qiyməti. Q bərabərdir IM kvadratı RT bölünsün 2'dir. Buradan da IM'i tapanda kökün altında 2Q bölünsün RT'dir. Buradan da yerinə qoysam, deməli 2 vurulsun Q-nü götürərəm 20, bölərəm T-ni 10, vuraram müqamətdə 25. Bundan bu gedər 4'dən 2 çıxar, 25'dən də 5 çıxar. Bu da edər 0.4 amper. Yəni cavab olar C variantı. 44 nömrəli sual. Dəyişən cərəyan generatorunun çərçivəsindəki induksiya heqinin zamanda asıllıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğunan da çərçivədən keçən maqnit modulu maksimum olar. Dedik ki, fidən zamana görə törəmə alanda heqini verir. Bu nə deməkdir? Yəni biri sinus qanunu ilə dəyişən, digəri kosinusla dəyişir. Bir sözlə, fi tutaq ki, maksimum olduğu nöqtələrdə EHQ 0 olur. Və yaxud tərsinə EHQ maksimum olduğu nöqtələrdə fi 0 olur. İndi mənə də deyir ki, maqnit maksimum olsun. Fi maksimumdursa EHQ-nın 0 olduğu nöqtələri götürməliyəm. Bu da hansıdır? 2 ilə 4. Cavab C. Burada deyir, dəyişən cərəyan generatorunun çərçivəsindəki induksiya elektrik hərəkət qüvvəsinin zamanda asıllıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğunanda maqnit seli 0 olar. Maqnit selinin 0 olması üçün EHQ olmalıdır? Maksimum. Bu da 2 və 4'ə uyğun gəlir. Yəni 45'də cavab olur B variantı. 46. Naqilin ən kəsindən keçən yükün qiyməti qanunu ilə dəyişir. Cərəyan şiddətinin təsir edici qiymətini hesablayın. Birinci amplitud qiymətini taparam. IM bərabərdir QM omegaya görə. QM-i 0.28 götürərəm. Vuraram omegamda 100'ə. Buradan IM onda alaram. Deməli 1 dəqiqə 2.8. Daha sonra isə I təsir edicini tapanda IM bölünsün kökdə 2 yazmalıyım. O da bərabərdir. IM 2.8'dir. Kökün də yerinə 1.4 qoysam, bunları bir-birinə bölsəm, cavab düşər 2 amper.